Nədir? Üzrə nə oldu? Məktəbimizin suyu belədir. Belə bir şey olar. Düzəltsinlər də. Mənə deyir ki, pul versinlər düzəldək. Pul? Yenə pul? İndi də su boruları sıradan çıxıb. Xəbəriniz var da. Şagirdlərimizə tapşırın ki, qoy hər biri... Artıq deyilib, ancaq valideynlər narazıdırlar. Başa düşmədim. Birinci dəfədir ki, kimin narazılığı var, qoy gəlsin sözünü mənə desin. Hünərli çıxıblar. Nə olub? Nə baş verib? O olur ki, biz məktəbə könüllü surətdə kömək eləməyə hazırıq. Bəs uşaqlarımızın şəraiti yaxşılasın. Lakin bu məsələdə hesabatlıq olmalıdır. Bunlar necə, kimlər tərəfindən hara xərclənir? Biz bu suallara cavab tapmağa çalışırıq. Axı bir şəffaflıq olmalıdır, yoxsa yox? Düzdür. Bir lövhə hazırlayırsınız və məktəbimizin görünən və işıqlı yerindən asırsınız. O hörmətli valideynlər məktəbə etdikləri ödənişin məbləğini və onun necə xərcləndiyini həmən o lövhədən görsünlər. Bəli, biz heç kəsi məcbur eləmədik. Axı bizdə belə bir təcrübə olmuyor. Olmayıb çox pis. Bundan sonra olar. Sizin məktəbin şəffaflıq lövhəsi varmı?